2026-cı ildə təqdim olunacaq S26 seriyasının bütün devicelarının qiyməti artacaq, bahalaşacaq. Görünür, komponentlərin qiymətinin artımı bütün gələcək flaqman modellərinə təsir edəcək. Bir neçə Cənubi Koreya mənbəyi qarşıdan gələn Galaxy S26 seriyasının əvvəlki seriyalardan daha baha olacağı barədə məlumatlar paylaşıb. Insiderlər iddia edir ki, şirkət əsas komponentlərin əsasən prosesorlarının və RAM-ın qiymətinin artırılması səbəbindən qiymətləri tənzimləməyə planlaşdırır və bu da qlobal miqyasda tələbin artırılmasına səbəb olur. Vəziyyət yalnız Samsung ilə məhdudlaşmır. Qiymət artımı Apple, Xiaomi, Oppo və Vivo daxil olmaqla digər istehsalçılara da təsir edib. Məsələn, yeni Vivo X300 seriyası artıq ötən ilki modellərdən baha satılır. Bununla belə bəzi yaxşı xəbərlər də var. Galaxy S26 qiymətinin artımı müəyyən bazarlarla məhdudlaşdırıla bilər. Infosuntulara görə Galaxy S26 seriyası fevralın sonlarında təqdim olunacaq və satışlara 26-cı ilin martında başlanılacaq. Buraya regiondan asılı olaraq yenilənmiş kamera, Exynos və Snapdragon prosesoruna malik Galaxy S26 Ultra daxil olmaqla 3 modelin təqdim olunması gözlənilir. Azərbaycanda gadget və deviceların qiyməti onsuz da bahadır. Görəsən 26-cı ildə nə qədər baha olacaq? Monopoliyadır axı, monopoliya. Mən bunu deməkdən yorulmuşam. Monopoliyadır. Ay millət, monopoliya.